Bəli, elə mövzu ilə bağlı müzakirəmiz olacaq. Ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbas bizimlə birbaşa bağlantıdadır. Rövşən müəllim, axşamınız xeyir olsun. Axşamınız xeyir olsun. Rövşən müəllim, Baş nazir Əli Əsədov Nazirlər Kabinetində bir çox rəsmi şəxslərin və nazirlərin iştirakı ilə iclas keçirdi və xüsusilə Xəzərin və Bakı buxtasının ekoloji vəziyyətinə dair fikirlər səsləndirildi. Məlumdur ki, biz son illərdə Xəzər dənizinin quruması ilə bağlı çox ciddi şəkildə narahatlıq keçiririk, həyəcan təbəli də çalınır və elə biz dəfələrlə bu mövzunu müzakirə eləmişik və bugün verilən tapşırıqlarla bağlı istərdim danışasınız, şərh verəsiniz və bundan sonra hansı addımlar atılmalıdır? Əvvəla onu deyim ki, bugün verilən tapşırıqlar bir müddət öncə dövlət başçısının yanında keçirilən müşavirənin məntiqi davamıdır. Həmin müşavirədə Böyük Bakı ərazisinin su təchizatının yaxşılaşdırılması və təchizat sularının idarə olunmasının yaxşılaşdırılması məsələləri geniş şəkildə müzakirə olunmuşdur və həmin görüşdə dövlət başçısı belə bir səsləndirmişdir ki, Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması bizim əsas deməli məqsədlərimizdən biridir. Bu görüş artıq bu istiqamətdə fəaliyyətlər planının hazırlanmasını və həyata keçirilməsinin bir növ davamı kimi deməli xarakterizə oluna bilər. Biz bilirik ki, Xəzər dənizi dünyanın ən çirkli göllərindən biridir və Xəzər dənizi hövzəsində sənaye dövründə ümumiyyətlə heç bir ekoloji norma və standartlara əməl edilməyibdir. Yəni, Sovetlər dövründə Xəzər dənizi kifayət qədər çirklənir və bugün də çox təəssüf ki, Xəzərə ən çox çirkəb gətirən Volqa çayı vasitəsilə Xəzərin çirkləndirilməsi davam edir. Bakı buxtasında və Abşeron yarımadasında da vəziyyət ürək açan deyil. Bizim ölkəni 90-cı illərin əvvəllərində vurmuş qaçqın dalğası nəticəsində Bakı buxtasının ətrafında da ümumiyyətlə Abşeron yarımadasında gedən aşırı məskunlaşma nəticəsində belə bir vəziyyət yaranmışdır ki, evlərin əksəriyyəti mərkəzləşdirilmiş çirkab suları idarəetmə şəbəkəsinə qoşulmamışdılar. Və bunun nəticəsində də məhz bu ərazidə yaranan suların təxminən 50%-ə qədəri heç bir təmizləmə keçmədən Xəzər dənizinə axıdılırdı. Bundan əlavə, bugünkü görüşdə çox vacib bir məqama da toxunulub ki, burada Bakı buxtası ərazisində vaxtilə deməli qəzaya uğramış, batmış gəmilərin dəmir konstruksiyaları hələ də durur və onlar Xəzərin sularını çirkləndirməkdə davam edirlər. Bundan əlavə müəyyən estakadalar, yəni köhnə estakadalar Xəzər dənizində var, köhnə qurğular var, körpülərin dayaq hissələri var ki, onlar da artıq korroziyaya uğramışlar və Xəzər dənizini çirkləndirməkdə davam edirlər. Bütün bu problemlərin həlli üçün çox kəskin məqsədlər qoyulmuşdur və bu məqsədlərin yaxın vaxtlarda həyata keçiriləcəyi, daha doğrusu 2030-cu ilə qədər həyata keçirilməsi nəticəsində Xəzər dənizində ekoloji vəziyyətin əhəmiyyətli dərəcədə yaxşılaşması gözlənilir. Mən burada bir məsələni də hökmən vurğulayım ki, ümumiyyətlə Bakı və Bakı şəhərinin sahil ərazilərində bu cür tədbirlərin həyata keçirilməsi heç də yerli deyil və biz elə buna misal olaraq ən yaxşı Ağşəhəri göstərə bilərik. Vaxtilə çirkab mənbələrinin, sənaye müəssisələrinin yerləşdiyi çox çirkab bir ərazi bugün artıq təmizlənmişdir və Bakı sakinlərinin, eləcə də turistlərin ixtiyarına verilmişdir. Çox böyük bir ərazi təmizlənmişdir və indi həmin Ağşəhər bulvarının Zığ istiqamətində, Əhmədli istiqamətində genişləndirilməsi davam edir ki, bu da Bakını unikal bir şəhərə çevirəcəkdir. Rövşən müəllim, bir sual da mən vermək istəyirəm. Xüsusilə biz Bakı haqqında danışırıq, təbii ki, Abşeron yarımadası haqqında danışırıq və biz son vaxtlar Sumqayıt istiqamətində də dənizin çox geri çəkilməsinin şahid oluruq və xüsusilə orada da ekoloji vəziyyətin ürəkaçan olmadığını görürük. Məsələn, kifayət qədər sahildən, bulvar ərazisindən qoxunun gəlməsini də görürük. Yəni Sumqayıta paytaxt bulvarına nisbətən daha çox Sumqayıtda biz bu kəskin qoxu ilə üz-üzəyik. Bəs ümumiyyətlə Sumqayıtda baş verən bu ekoloji fəsadlarla bağlı əlavə olaraq hansı tədbirlərin keçirilməsi nəzərdə tutula bilər, planlaşdırıla bilər?
Bu qoxuların artmasının əsas səbəbi məhz Xəzər dənizinin geri çəkilməsindədir. Dənizin səviyyəsi yüksək olan zaman dənizə tökülən çirkab suları birbaşa suya qarışırdı və heç bir qoxu əmələ gəlmirdi. Lakin dənizin geri çəkilməsi nəticəsində bu çirkab sularının töküldüyü bəzi yerlər səhhətə yaxın olmuşdur, üzə çıxmışdır və buna görə də məhz qoxular artmışdır. Əlbəttə ki, bunların qarşısını almaq üçün Bakı şəhəri və ümumiyyətlə böyük Bakı ərazisində böyük bir layihə həyata keçirilir ki, bu 2025-2035-ci illərdə Bakı şəhərinin və Abşeron yarımadasının bütövlükdə ekoloji vəziyyətinin yaxşılaşdırılmasına həsr olunubdur. Bu tədbirlər çərçivəsində təkcə Bakı şəhərində yox, Sumqayıt şəhərində də müxtəlif tədbirlərin həyata keçirilməsi gözlənilir. Bəs Sumqayıt ərazisində dənizə axan bu çirkab sularının mərkəzləşdirilərək çirkab suları təmizləmə məntəqəsinə verilməsi, eləcə də ərazidə əmələ gələn yağış sularının artıq təmiz şəkildə Xəzər dənizinə yönləndirilməsi gözlənilir ki, bu tədbirlər nəticəsində də təkcə Bakıda yox, həm də Sumqayıt ərazisində Xəzər dənizində bu qoxuların azalması baş verəcəkdir. Çox təşəkkür edirəm Rövşən müəllim. Minnətdarıq sizə ətraflı məlumat üçün. Qeyd edeyim ki, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov bizimlə birbaşa bağlantıdaydı və biz Rövşən müəllimlə bugün Nazirlər Kabinetində Xəzər dənizinin və Bakı buxtasının ekoloji vəziyyətinə həsr olunmuş Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən iclasda qəbul olunan və qarşıya qoyulan vəzifələrlə əlaqədar danışdıq.